Ana, başım çox fırlanır. Nə oldu sənə belə? Susadım, çox halsızam. Həkimə gedək qızım. Onun şəkərli diabeti var. Uşaqlarda da diabet olur. Bəli. Böyüklərdən fərqli olaraq uşaqlarda birinci tip diabet olur. Mən nəyisə səhv elədiyimə görə olub. Xeyr, orqanizm insulin ifraz etmir. Onun yaxşı olması üçün nə edə bilərəm? Bundan sonra daha çox diqqət etmək lazımdır. Sən indi şəkəri çox olan yeməklərdən uzaq durmalısan mənim balam. Meyvələri seçəndə isə az şəkərli olanlara üstünlük ver. Uşaqlarda ölçümlər mütəmadi aparılmalıdır. Çünki qandakı şəkər miqdarı tez-tez dəyişir. Unutmayın dostlar, erkən müayinə can qurtarır.